Səhər açılandan Evernestdən tez qayıtdım. Pannimi qucaqlayıb yatdım. Enavarın səsi məni oyatdı. İnar bugün evlənir. Bu xəbər mənim ürəyimin döyüntüsünü saxladı sanki. Boğazım düyünləndi. Ciyərlərimə aldığım nəfəsi buraxmaq yaddan çıxmışdı. Bir neçə saniyə beləcə heykəl olmuşdum. Enavarın çiynimdən vurması məni heykəl modundan çıxardı. Dərindən bir nəfəs aldım. İçimdə axı niyə vulkanı püskürmüşdü? Lavası bütün bədənimə yayılaraq yandırırdı. Dodaqlarımı bir-birinə sıxmışam. Möhkəm sıxmışam. Bəzən qıraqları qopur, amma dərhal düzəliş edib yerində bərkidirəm. Dodaqlarım bu işdə mənə kömək edirlər. Çünki bilirlər ki, onlar ayrılsalar, Bendi ağlayacaq. Bütün acizliyini tökəcək. Qaçıram. Bütün sürətimlə onun evlənəcəyi restorana qaçıram. Yolun qırağında sırayla düzülmüş ağacları elə sürətlə ötürəm ki, onların arasında məsafə yoxmuş kimi gəlir mənə. Amma niyə? Ora çatıb nə edəcəm? Bilmirəm. Qaçmağa davam edirəm. Sürət məni qane etmədiyi üçün daha sürətlə qaçıram. Daha sürətlə. Gücümü get-gedə daha da zorluyuram. Qaçan maral sürüsünün dalınca düşən çaqqal kimi hiss elədim bir anlıq özümü. Əgər marallar qaçmağı dayandırsalar, nə edəcəyimi bilmirəm. Restorana çatdım. Arxamdan İnarın səsini eşitdim. Bendi, Ben! İnar? Bendi! Çağırış tonu ilə səslənirdi. İnar, sən? Ben! Başlama yenə İnar. Oyan, bugün işlərimiz çoxdur. Artıq başlamalıyıq. Deyə deyinən İnavarın səsi qorxulu yuxudan oyatdı məni. Yuxuda onun evləndiyini görürdüm. Dəli olmuşdum. Yatağımdan qalxıb əllərimi havaya açaraq əsnədim. Sonra isə King Kong kimi sinəmi yumruqladım. Artıq oğlanla tanış olmusan? Gözlərimi ovuşdura-ovuşdura soruşdum. Hə, adı Timurdur. Tim Enavarın sözünü kəsdim. Bağışla bir dəqiqə. Çox yatmışam. Ağzımda iyrənc bir dad hiss edirəm. Ağzımı yaxalayıb gəlim dava edərik. Deyib tualetə girdim. Uzun müddət yatıb oyanandan sonra ağzımda hiss etdiyim bu acı daddan zəhləm gedir. Dayanmadan tüpürürəm hər şeyə. Hə, mən gəldim, deyə otağa girdim. Hə, harda qalmışdım, deyə soruşdu Enavar. Hə, adı Timurdur, Timdə qalmışdın, dedim. Ur Didari. Nə Didari? Bir halda ki, Timi bayaq demişdim, ikinci dəfədə ehtiyac yoxdur, dedim sənin məntiqinlə. Üzünü turşutdum. Timur Didari. Anası türkdür. Atası İranlı. Range Rover'in Evoque modelinə sürür. Qırmızı. Bundan başqa 3 maşını var, amma ən sevdiyi budur. Atasının marketlər şəbəkəsi var. Çaxır içməyi sevir. Sənin qədər olmasa da özünə görə sadəlöv oğlandı, deyə hırıldadı. Dərhalda ciddi sima alıb davam elədi. Onu məhv edəcəm. Enavarın oyuncağını almağının nə olduğunu göstərəcəm ona. Birazdan bura gələcək. Sən get viski, çaxır filan al. Çaxırı qırmızı sevilmiş dozan qurdumuz. Nəzər alarsan. Oldu. Əsəbləşmə. Amma nə yenə? Narazı qaşqabaq göstərdi. Bunu eləməyə əminsən. Mən hər şeydən əminəm. Mən nədənsə tərəddüd edirəm, elə bil. Bax, lənətə gəlmiş balqabaq Avropalı. Yuxuda sənin İnarın evləndi, hə? Elə bilirsən sənin o yuxun tezliklə Çin olmayacaq? Nə his keçirəcəksən onda? Bu cür şeylər adamı get-gedə zəiflədir. Düzdür, mən ailəni sevmirəm, amma bir vaxtlar o da məni indi sənin düşdüyün vəziyyətə salmışdı. Qoy cəzasını alsın. Sən mənim dostumsan, Ben. Sən mənə tərəddüdsüz kömək eləməlisən. Necə ki, mən sənə kömək edirəm. Bu şeylər səni İnarı unutturacaq və səni güclü bir tip edəcək. Dərsi anlamayan şagirdin sanki anlayıbmış kimi başını əmin şəkildə yeylədərək, müəllimi yola verdiyi kimi mən də Enavarı beləcə yola verdim və pul götürüb evdən çıxdım. Əlimdə üstündə 1957 yazılan çaxır butulkası, 2 dənə 1 litrik Jack Daniels və 2 dənə bakal olan torba ilə evə gələrkən beynimdə sanki bayram qabağı endirimli fikir yarmarkası idi. Enavarın sözləri də gəzişirdi ağlımda. Əlbəttə, bir gün o da evlənəcək. Evernesti yanında gəzən göy porşeli kep taxan balqabaqla ya da başqa bir tərəvəzlə. Ağam evlənib, İnar ortaqda həmişə tayını itirən corab kimi tək fırlanmayacaq ki. O da əvvəl-axır tayla qovuşub iylənməli idi.
Odur ki, mən indidən onu beynimdən çıxarıb tullamalıydım. Bunun üçün yer üzündə bütün adamları belə öldürməyə hazırım. Evlənir, cəhənnəmə evlənsin. Bəs də olmayan beynini yordun o lənətə gəlmiş fahişəyə görə. Qulağımdakı səs. Bütün bunların nə vaxt ötüb keçəcəyini fikirləşirəm. Artıq həyatımın sakit bir xəttə düşməsini, problemlərin buxarlanıb getməsini, hər hansı bir şeyə marağım olub onunla başını qatmaq istəyirəm. Başımı qaldırıb Tanrıya müraciət elədim. Tanrı, yalvarıram sənə, mənə sahib çıx. Mənə bir yol göstər, məni nə məqsədlə yaratmısan, bir işarə ver. Vermədi. Evə çatdım. Enavarı görən kimi beynimdəki aciz fikirlər sehirbazın şləpasındakı dovşan kimi yox oldu. Amma hardasa buralarda da dovşan. Enavar gedən kimi sehirbaz onun dalından ya da hardansa çıxardacaq yenə mənə göstərəcək. Necədir? Deyərək torbadakı içkiləri Enavara göstərdim. Wow, əla, ən yaxşılarını seçmisən, deyərək gözlərini bərəltdi. Doğrudan, hardan bilirsən? Çox içirsən bunlardan yəqin. Yox, heç içməmişəm. Mənə çayxanada oturub çay içən filə baxan kimi baxma, deyib işarət barmağını mənə tuşladı. Sənə daha bir şey öyrətməliyəm. Həyatda yaxşı hadisələr və pis hadisələr baş vermir. Sadəcə hadisələr baş verir və biz onları qiymətləndiririk. Hər hansı hadisə konkret pis və ya yaxşı deyil. Onu sən qiymətləndirirsən necə olduğunu və sən necə qiymətləndirsən hadisə elədir. Hər bir sənə pis görünən vəziyyəti analiz edib yaxşıya doğru dəyişmək olar. Hər bir yaxşı görünən vəziyyəti də pisə doğru. Sən heykəltaraşsan, daha yaxşı bilməlisən bunu. Bütün daşları nə formada olmasından asılı olmayaraq üçbucaq formada oya bilərsən, elə deyilmi? Həyat ədalətsizdir, pisdir, fanidir, hər nə zibildir bilmirəm, amma maraqlı bir cəhəti var. Sən ondan nə gözləsən, onu da alırsan. Sadəcə nə gözlədiyini biləsən. Bunu əvvəl-axır alırsan. Bu, çaxır lənəti gəlmişlər də belə baxanda hamısı eyni zibildir. Biz özümüzü ruh düşkünlüyünə salsaq, bu nə zibildə almısan kimi cəfəngiyatlar filan uğursuzluğumuz üçün bir bəhanə axtarmağa başlayacaq. Əli zədələnmiş judoçu kimi. Tatamiyə çıxarkən məğlubiyyət üçün bir səbəb var əlində və hər an məğlubiyyətlə barışmağa hazırdır və o səbəbiylə də özünə təskinlik verəcək uğursuzluğuna. Biz hər şeyin ən yaxşısını seçib götürməliyik özümüzə. Biz özümüzü ən güclü görürüksə, elə belə də olacağıq. İndi isə əlini gətir, deyərək tatulu sağ əlini qabağa uzatdı. O tatulu əlini uzatdığına görə mən də qəsdən tatulu sol əlimi uzatdım. Enavar bunu görüb, yenə gülümsədi. Əlimi onun əlinin üstünə qoydum. Voleybol matçında istirahət vaxtından sonra məşqçinin Hayküllə nələrsə danışandan sonra meydançaya qayıtmağa hazırlaşarkən, voleybolçuların dediyi kimi. Enavar bağıraraq başladı. Sən Ben Devuen və mən Enavar. Biz bir yerdə super gücük. Hər kəsdən mükəmməlik. Qarşısı alınmazıq. Qoy cəhənnəm olsun dünya və onun içindəki zirzibillər. Rahatlığımızı pozacaq hər şeyi məhv edəcəyik. İndi isə bir yerdə, dedi Enavar. Hər ikimiz o cümlələri bir yerdə bağıraraq təkrarladıq və urra qışqıraraq əllərimizi havaya açdıq. Bundan sonra yaranan sükutda isə hər ikimizdə özümüzə arxayınlıq və rahatlıq var idi. Gözlərimizdəki şeytani baxışlar içimizdəki nifrətin hər an nəyinsə üstünə tökməyə hazır olduğumuzdan xəbər verdi. Bir halda ki, onun rəsmini silmisən divardan, onun verdiyi bu pişikciyəzi də tulla məncə. Şkafın üstündə gördüyü panelini görüb, əlinə götürərək mənə tulladı. Yox, əslində o inarın hədiyəsi deyil. Doğrudan təəccüblə qaşlarını dartdı. Hə, mənim uşaqlıq oyuncağımda Panni. Onu öldürmüşdüm. Sonra isə onun ruhunu bu oyuncağa canlandırmağa çalışırdım. Yadımda deyil. Yəqin ki, alınırdı. Öldürmüşdün? Görünürsən özünü göstərdiyin qədər saf deyilsən, ha, Şotlandiyalı, deyərək rişxəndlə güldü Enavar. Dayan görüm, mən öldürmüşəm, dedim. Hə, elə dedin. Burcutma indi söhbəti, artıq demisən. Dərhal Pannimi əlimə alıb, diqqətlə ona baxıb nəsə xatırlamağa çalışdım. Çünki nəsə yaddaş təbinin gəldiyini hiss eləmişdim özümdə. Qısa və kəsik dayanıqlı olmayan fraqmentlərin bir neçəsini bir yerə cəmləşdirib, bir nəticə çıxara bildim bu dəfə. Əslində Panni üzə bilirmiş. Mən əlimdəki çubuqla suyun dərinliyinə doğru itələyirdim onu. O üzüb hovuzun sahilə çatanda, mən onu əlimdəki çubuqla uzaqlaşdırırdım. Onu mən öldürmüşdüm. Axı niyə?
Bunu niyə eləmişdim? Nifrət edib öldürmüşdümsə, niyə oyuncağını alıb həmişə onun üçün darıxırdım? Onu doğrudan da öldürmüşəm. Təəssüflə deyib başımı salladım. Əslində bilmirəm onu niyə öldürmüşəm. Bu dəqiqə vicdan əzabı çəkirəm buna görə. Bu əsl qəddarlıqdır. Heç nədən öldürdüm yazıq pannimi. Mən də çox heyvan öldürmüşəm uşaqlıqda. Amma heç birinə görə heyfslənmirəm, dedi. Doğrudan? Çox təəccübləndim. İnana bilmirəm, də ki, zarafat edirsən. Cavabında Enavar ürəkdən qəhqəhə çəkdi. Sənin öldürdüklərinə görə heyfslənməməyin buludlar adətən göydə olur fikri kimidir. Hətta, deyərək üzündə təbəssümlü təəccüb yaratdı. Hət sözümü qapının bir nəfəsi 3 dəfə döyülməsi kəsdi. Enavar dərhal yatağından sıçradı və ehmalca qapıya yaxınlaşdı. Başını qapıya yaxınlaşdırıb, qapının gözlüyündən baxdı və geri çevrildi. İşarət barmağını qabardılmış dodaqlarının üstünü tutaraq, "Şşş, odur, Timur," fısıltı ilə danışdı Enavar. Mənə yaxınlaşıb oğluna ağıllı məsləhət verən ata kimi əlini çiynimə qoydu. Qulaq as, burada hər şey dəqiq olmalıdır, çox ehtiyatlı və dəqiq ol. Biz hündürlükdə kəndir üzərindəyik, altda isə nə yumşaq hava döşəyi var, nə də dəniz. Yıxılsaq şir qəfəsinə düşəcək, odur ki, son dərəcə ehtiyatlı olmalıyıq, aydındır sənə? Aydındır, deyə başımı silkələdim. İndi isə bir bump ver, deyə yumruğunu kobra başı kimi qaldırdı. Əslində məndə sağ yumruğumu qaldırmalıydım, amma Tatu solda deyə sol yumruğumu eni ilə onun kimi qaldırıb, onun yumruğuna toqquşdurdum. Sol yumruğumu qaldırmağım yenə də həmişəki kimi Enavarın gülməyinə səbəb oldu. Yumruqlarımızı toqquşdurmağımız sanki hər şey hazır olduğumuz barədə sənədin möhürlənməsi idi. Artıq hər şeyə hazır olduğumuz anlamına gəlirdi. "Oo, Timur, xoş gəldin malikanəmizə. Gəl səni qucaqlayım, qardaş." Enavar o qədər təbii rola girmişdi ki, bir anlıq mənə elə gəldi ki, Enavar mənimlə zarafat edirdi bu oyun məsələsində. Timurun əynindəki kostyumu göz oxşayırdı. Saqqalı isə mənimkindən azacıq qısa idi. "Sənin üçün qapının ağzında qalmaq rahatdırsa qala bilərsən, amma deyim ki, içəri daha rahatdır. Nəmişli giysi, rəsmlərlə bəzədilən dağılmış divarları və az işıqlandırılmış şərait nəzərə almasaq, əla evdir." Mənim evimə qoşduğu yersiz zarafatına özü də güldü Enavar. Bizim kübar ailənin gül balası da prinsipə uyğun olaraq boğazdan yuxarı gülümsündü. "Gəl, sənin üçün sevdiyin çaxırdan və viskidən almışam," deyə içəri keçən Timura yaltaqlanırdı Enavar. "Çox sağ ol, amma bir şərtlə gələn dəfə mən qonaq edəcəm," dedi Timur. "Ah, bunlar necə də nəzakətlidirlər, bunların analarını," qulağımdakı səs. "Ümid edirəm," deyərək hiyləgərcəsinə gülümsündü Enavar. Yox, ayaqqabıları çıxarma, biz heç yatarkən də çıxarmırıq," deyib ayaqqabılarını çıxarmağa qoymayıb qoluna girərək onu içəri keçirdi. "Tanış ol, bu Bendi Vuendə ən yaxın dostumdur, onun fikrincə mən dünyanın ən ağıllı adamıyam." "Xoş gördük, Bendi," deyə Timur gülümsəyərək başını nəzakətlə yellədi. "Bu da yeyilməsi qadağan olunan Karas, Billidir," deyə Enavar Billinin bankasını qaldırdı. "Xoş gördük, Billi," deyə yenə də xoş təbəssümlə başını silkələdi Timur. Timur Enavarın yatağında belini divara söykəyərək əyləşdi. Enavar isə mənim yatağımda. Onlar bir-birləri haqda söhbət edir, mən isə Enavarın yanında oturub panni ilə oynayırdım. "Timur," şüşə stəkana çaxır süzən Enavar səsləndi. "Bəli. Əgər bir it bir pişiyi ömür boyu incidirsə, həyatını qaraldırsa və bir gün pişiyin əlinə ekstra güc düşərsə və it onun əlində, belə deyək, əli qolu bağlı vəziyyətdə qalarsa, səncə pişik ona nə edər?" Maraqlı sualdır. "Qoy fikirləşim." Qısa bir ara verdi Timur və dərhal da yerində dikəlib, "Ya da fikirləşməyə nə ehtiyac var? Yəqin ki, düşünmədən öldürər," deyib qürurla verdiyi cavabın ən optimal olduğu təəssüratı üzündə canlandırdı. Gözlənilən cavab idi, deyə şərab butulkasının ağzını bağlamağa çalışan Enavar gözünü butulkadan ayırmadan "Sənin bilmədiyin bir şeyi bilirəm," adlı rişxəndli gülüşünü gizlətmədi. Görünür, Timur da bu gülüşün mənasını anladı. "Bəs səncə nədir, Enavar?" "Tut bu qədəhi, deyəcəm indi sənə." Enavar qədəhlərdən birini Timura uzatdı. "Aha," deyərək o öz qədəhini elit təbəqənin insanları kimi tutdu.
Enavar isə ondan fərqli olaraq öz qədəhini pivə bakalı kimi yöndəmsiz tutaraq ona yaxınlaşıb bir ayağını qatlayıb altına qoyaraq Timurun yanında əyləşdi. Bax, it həmişə gəzdiyi ortamda güclü olub. O həyatda sağ qalmaq üçün yollar fikirləşməyə məcbur qalmayıb heç vaxt. Həyətdə ondan güclü heyvan yoxdur. O, ora-bura qaçıb hürür, həyətdəki digər heyvanların ürəyinə qorxu salır. Odur ki, itin beynini işlətməyə o qədər də ehtiyacı olmur. Pişik isə yox. O həyətdə ən zəifi olub. Ona görə də o özünü qorumaq üçün müəyyən yollar fikirləşməyə məcbur qalıb. Beləliklə beynini işlətməyə ehtiyacı olub həmişə. Odur ki, o ağıllıdır, hiyləgərdir. Hətta ovçuluq məharəti bütün heyvanlardan güclüdür. İtlərin bütün əcdadları həmişə insanların onlara atdığı sümüklərlə, artıq yeməklərlə dolanıblar. Amma pişiklərin əcdadları həmişə özləri ovlayıblar. Bu təbiətin qanunlarıdır. Tanrı hansısa sahədən kəsəndə digər sahədən onu ödəmək üçün daha artıq verir. Çinlilər, onlar balaca boy və zəif cüssəli olurlar. Amma ən ağıllı olan da onlardır. Ağıl varsa alternativ də var. Onların zəif cüssəli olması onları döyüşdə uduzdurmayacaq. Çünki onların öz bədənlərinə uyğun döyüş səltənətləri var. Artıq bu ağıllı tülkü oğlanımız, tüklü oğlanımız bilir ki, öldürmək cəza deyil. Düşünmədən öldürmək, düşünmədən edilən axmaqlıqdır. Mən bunları heç düşünməmişdim, deyə təəccübünü gizlətmədi Timur. Bütün heyvanlarda olduğu kimi, pişiyimizə də ömür boyu kifayət qədər işgəncələr verilib. O hətta bu ağda kitab yaza bilər. O bu işgəncələrin öhdəsindən gəlib. Beyni ötürüb və beyin hər bir ağrını təlqin ilə yüngülləşdirə bilir. Pişik bilir ki, verilən fiziki işgəncələr özü tab gətiribsə başqaları da gətirə bilər. Fiziki işgəncələr beyni ötürülür. Beynin də müəyyən hissəsini biz idarə edirik. Odur ki, dözmək olur, amma ürəyi biz idarə etmirik. Beyinə yox, ürəyə işgəncə vermək lazımdır. Pişik çox şey edə bilər. İtin balaları varsa onları öldürüb iti sağ saxlaya bilər ya da başqa nəsə ilə bir şey ki, iti ömür boyu ürək ağrısı ilə yaşamağa vadar edilsin. Məncə də çox ağla batan fikirdir. Sən lap filosofsan, Enavar. Hə, eləyəm. Deyərək Enavar qədəhini Timurun qədəhinə yaxınlaşdırdı. Pişiklərin sağlığına. Pişiklərin sağlığına. Enavar demək olar ki, içməmişdi, amma Timur artıq tam sərxoş idi. Başı fırlanır, gözləri axırdı. O sadəcə yatmaq istəyirdi. Başını yerə qoyan kimi yuxuya gedəcək halda idi. Mən isə içmək barədə düşünməmişdim belə. Çünki spirtli içkilərdən həzz ala bilmirəm. Onlar acı olur. Onun əvəzinə həmişə kolla içirəm. Heç siqaret də çəkə bilmirəm. O tüstü boğazıma çatan kimi öskürürəm, boğuluram. İndiki halda evdə ən ayıq və ən ağıllı adam mənəm. Məncə ən yaraşıqlımız da mənəm. Timurun telefonunu götürdüm. Telefon çox gözəl olsa da deyəsən yalnız təcili yardıma zəng eləmək funksiyalarından ibarət idi. Ekranda yalnız rəqəmlər var idi və yalnız təcili yardıma zəng eləmək mümkün idi. Kral balası olasan, amma belə ucuz telefon işlədəsən, deyə deyindim öz-özümə. Axmaq, ver bura. O telefon sənin 2 dəfə bahadır, deyib telefonu əlimdən aldı Enavar və Timurun sağ əlinin baş barmağını ekranın aşağısında olan yeganə yumru düyməyə toxundurub 1 saniyə saxladıqdan sonra mənə qaytardı. Bu an artıq bir dünya açılmışdı qarşımda. Barmaq izi ilə kilidlənən cihazların bir gün əldən ələ gəzəcəyini Orwell-ə desəydim, mənə ağız burun əyərdi, deyib telefonu qurdalamağa başladım. Yaxşı, az danış, işini gör, deyib məni tələsdirdi Enavar. Sonra isə telefonu əlimdən alıb özü danışacağını bildirdi. Aylinlə bir müddət mesajlaşdı. Timur isə dərin yuxuya yatırdı. Onu oyandırmaq qeyri-mümkün idi. Əla, bu hazırdır. Bir müddət telefonda qurdalanan Enavar dilləndi. Hə, əməllicə dava saldım. Söyməsinə vadar elədim. Axşam saat 9-da görüşəcəksən onunla. Okey. Enavar Timurun telefonu ilə onlayn satış saytından götürdüyü nömrəyə zəng edib 2 dənə bıçaq sifariş elədi. Yatağın üstündəki maşın açarını götürüb çıxdı evdən. Mən isə yatağımda uzanıb gözlərimi tavana zilləyərək fikrə getdim. Gah başımı çevirib dərin yuxuya dalmış Timura baxırdım, gah da özümü yenidən tavana zilləyib xəyala dalırdım. Artıq saat 4 olmuşdu. Enavar gəlib çıxdı. Əlində 2 dənə paket var idi. Orada nə var? Diş pastası. Onu nə eləyirsən ki? Dişlərimizi fırçalayacaq.
Doğrudan fırça dalmısan? Beğendi. Sən sadəcə kütbeyinsən. Dünyanın ən danqabaş uşağı da bilir ki, bu zibildən biraz yedikdə temperatur qalxır. Sən xəstəxanaya düşməlisən, ona görə də səni pis kökə salmalıyıq. Qızdırma hələ 1-ci mərhələdə. Bəs 2-ci mərhələ? Qusmalısan. Qusandan sonra gözlərin qızaracaq, yaşaracaq, başın ağrıyacaq, ağzından ağız suyu axacaq. Burnunun daxa bilər, əsas pis vəziyyət düşəcəksən. Bəs məni xəstəxanaya kim aparacaq? Özün. Ayaqlarını qırmayacaq, sadəcə qızdırma olacaq. Bir də qusacaqsan, özünü pis hiss edəcəksən və salam. Bəs necə qusacam? Nədən irənirsən? Bu an Timur yerində qımıldandı. Sakit biraz, deyə pıçıldadı Enavar. Mən sakitəm, sən sakit ol, deyə mən də pıçıldadım. Bundan sonra söhbət pıçıltı ilə davam elədi. Yaxşı, yaxşı, ölürsən mübahisə eləmək üçün. De görüm, nədən irənirsən? Nə bilim, bəlğəmdən irənirəm, mən çox başqa bir şey ağlıma gəlmir hələ ki. Deməli, bəlğəm içsən qusarsan? Qusmağını qusaram, amma mən bəlğəm içməyəcəm. Enavar gözlərini qıyaraq gözümün içinə baxdım. Mən bəlğəm içməyəcəm, deyərək mən də onun gözlərinin içinə baxdım. Doğrudan, deyə gözümün içinə baxmağa davam elədi. Hə, doğrudan, bu qətiyyən mümkün deyil, mən bəlğəm içəsi deyiləm heç vaxt, ləğv elə bu planı, deyə mən də ciddi sifət alaraq onun gözünün içinə baxmağa davam edirdim. Bu diyaloqun üstündən 15 dəqiqə keçmişdi ki, biz nəhəng dəmir darvazası olan xəstəxananın yaxınlığında durmuşduq. Bunun hamısını içməliyəm? Ətim ürpəşir bunu görəndə. Hə, içməlisən, sonra isə yaxşıca qusmalısan, deyə əlindəki içində bəlğə olan qaşığı mənə uzadaraq düşdüyüm vəziyyətdən həzz alırmış kimi gülürdü. Qaşıqdakı bəlğəmi hardan tapdığını bilmirdim. Hansısa qocaya dil töküb yəqin buna görə. Bəlğəm o qədər iyrənc görünürdü ki, artıq bir neçə dəfə ona baxaraq ödüm ağzıma gəlmişdi. Əslində ağzıma gələn şeyin nə olduğunu dəqiq bilmirdim. Heç ödün nə olduğunu da bilmirəm. Sadəcə ağzıma nəsə böyük bir şeyin gəldiyini hiss edirəm və başqalarının iyrənəndə ödüm ağzıma gəldi dediklərini eşitmişdim. Hə, Ben, başla görək, bizim vaxtımız azdır. Məqsədimizi gözünün qabağına gətir. Nifrətini gözünün qabağına gətir. Bu sənin üçün heç nədir. Başqalarının iyrənc dediyi üçün iyrənirsən bundan. Əgər əvvəldən hansısa axmaq bunun insan qidası deyərək yesəydi, hər kəs bunu bəhbəhlə yeyərdi. Elə sən də. Odur ki, kiminsə fikri ilə yaşama. Neytral yaşamağa çalış. Bu sözlərdən sonra bir göz qırpımında qapı utdum bəlğəmi. Of, Ben, neylədin? Deyərək əlinin içi ilə alnına vurdu. Neylədim ki? Sən tez təsirə düşürsən. Başım balqabaq kimi boşdur. Niyə? Sən bu lənətə gəlmiş mayədən irənməliydin. Mənim sözlərimdən həvəslənib içdin hamısını. Doğrudan. Düz deyirsən. Nə idi indi? İndi sən necə irəndirək? Bilmirəm. Başla irəndir məni. Hey, mən sənin üçün klon deyiləm, amma boşlu irəndir məni. Lütfən, məni irəndin. Rica edirəm sizdən. Bax, bəlğəm dünyada ən iyrənc mayedir. Ələlxüsusə başqasının bəlğəmi. Onu ağzına təsəvvür edəndə bütün qarın boşluğunda nə varsa hamısını qusmalısan. Hə, davam elə, alınır. Artıq ürəyim bulanırdı. Yapışqan kimi bəlğəmi ağzımda hiss etdikcə ödüm ağzıma gəlirdi. Ağzımda turş maye hiss edirdim. Balaca qığılcım lazım idi ki, bütün bağırsaqlarım qussun. Onu ağzımda hiss elə. Mən indi qaytaracam. Nəm yumuşaq zəhrim var. Bu başqasının tüpürcəyi idi. Bəlkə də burnunun fırtığı idi. O sənin boğazında idi indicə. Onu dilində hiss elə. O yaşıl bəlğəmi hiss elə. Hə, bax belə əla, hamısını qaytar. Növbəti konsultasiya ərzində necə böyük qələt elədiyimin fərqinə vardım. Enavar danışdıqca onun ağzımda, dilimdə, boğazımda hiss edirdim. Begemot kimi gəyrərək bütün içalatımı qaytarırdım sanki. Gözlərim yaşarmışdı. Ağzım turş su ifraz edirdi. Üz-gözüm qıpqırmızı olmuşdu. Əsl xəstəhal vəziyyətdə idim. Dur, tez ol xəstəxanaya. Tez deyərək qolumdan tutub dartmağa başladı. Qolumu çıxartdın, yavaş. Onlar səni bu vəziyyətdə görməlidirlər. Enavarla sağollaşıb xəstəxanaya daxil oldum. Qolumla qarnımı qucaqlayıb büzüşərək Xürrəmlərin dövründən qalma antik dövlət xəstəxanasının dəhlizində yığışıb söhbət edən ağ xalatlı xanımlara yaxınlaşdım. Vəziyyətimin son dərəcə pis olduğunu və təcili hardasa uzanıb yatmalı olduğumu dedim onlara. Məni sağaltmaları üçün nəsə eləmələrini rica elədim. Ağ xalatlı xanımlar hərəsi bir qoluma girərək məni içində 2 yataq, bir pəncərə və mavi divarlı olan köhnə dizaynlı palataya gətirdilər. Pəncərə tərəfdə olan yataqda uzandırdılar. Özümü doğrudan da çox pis hiss edirdim. Yalnız yatmaq istəyirdim.
Təzyiqi qalxıb, temperaturu yüksəldi. Temperatur 39 kimi ifadələr eşidirdim. 40 yaşlarında saçını sarı rəngləmiş xanım spirtlə əllərimi, alnımı masaj edirdi. Digər həkim isə mənə bir dərman verdi. Onların tibb bacısı və yaxud həkim olduqları barədə bir anlayışım yox idi. Heç birinin bunu bildirən ulduzlu paqonları yox idi. Amma yüksək vəzifəli adamlara da oxşamırdılar. Tibb bacıları olardılar hər halda. Amma bacı olmaq üçün çox qocaydılar. Tibb xanımları deyək. Onlar mənə qulluq edirdilər. Əməllicə başımda fırlanırdılar. Mənsə ölsəm də tərk etməyəcəyim işlə məşğul idim. Pəncərədən baxaraq xəstəxananın həyətindəki ağacları sayırdım. Onlar mənə daha bir həb içizdirəndən sonra yatmağı məsləhət görüb, birazdan yenə gələcəklərini deyərək palatanı tərk elədilər. Palatada tam sakitlik hökm sürürdü. Divardakı saatın tənbəl mili 7-ni göstərirdi. Təyin olunmuş zaman yaxınlaşdıqca həyəcanım artırdı. Amma artıq qorxmurdum. Adrenalin hiss edirdim. Artıq hər şeyi dəqiqləşdirmişdim. Mən adam öldürəcəm, məhv edəcəm deyə öz-özümə danışırdım və bu fikrin üstündə qalacağıma söz vermişdim özümə. Palatanın şüşə qapısına yaxınlaşan silüet gördüm. Qapının dəstəyi aşağı vuruldu və qapı içəriyə doğru açıldı. Salam xəstə. Salam en, bəs indi nə edirik? Enavarın gözlərində qara gün eynəyi var idi. Səbirli ol, deyərək eynəyi başına çəkdi. 20 dəqiqədən sonra tualetə gedirsən. Hansı kabin olduğunu özün tapacaqsan. Ümumiyyətlə, hər şey demişəm sənə. Bilirsən necə eləmək lazımdır. Alinin görüş üçün gələcəyi yer sahil bağdır. Fantanın qarşısındakı skamyaların birində əyləşib gözləyəcək Timuru. Orada gecə bu vaxt demiyorlar ki, heç kim olmur. Onu görən kimi tanıyacaqsan. Bıçaqlar da tualetdədir. Yox, bıçaqlar evdədir. Maska da var yanında. Qrimi unutmuruq. Saçlarını da yığırsan onun kimi. Okey. Əla, vur bura. Bamp. Ben, o fahişə mənə xəyanət elədi. İnsanlar, onlar belədir, onlar qəlbini qırarlar. Sənin üçün müqəddəs nə varsa nifrət elətdirərlər. Amma həmişə də cəzasız qalarlar. Amma mən özümə qarşı bu şərəfsizliyi həzm etməyəcəm. Sənin köməkliyinlə məhv edəcəm. Sən də öz qəzəbini harası tökə biləcəksən. Çox rahatlaşacaqsan, görərsən. Biraz çətin olacaq, amma bacaracağıq, dedim. Nifrət edirəm bütün insanlara, Ben. Hamısını yavaş-yavaş məhv edəcəm, deyərək əli ilə saçlarını arxaya daradı. Yaxşı, əsəbləşmə. Yaddan çıxarma. Sən hamıdan güclüsən. Dünya və onun zirzibili sənin üçün problem türətmək qabiliyyətində olmamalıdır. Mən qaçmalıyam, sənə güvənirəm, öhdəsindən gələcəksən. Enavar qapqara eynəkləri gözünə çəkdi və palatanı tərk elədi. O gedəndən sonra içimdə heç vaxt hiss eləmədiyim özgüvən hiss elədim. Özümü 50 ilin seriya qatili kimi hiss edirdim. Tibb xanımlarından birinə tualetə getmək istədiyimi dedim. Kömək eləmək istədikdə vəziyyətimin nisbətən yaxşı olduğunu, köməyə ehtiyacım olmadığını dedim. Həm də biraz ləngiyəcəyimi söylədim ki, narahat olub vəlvələ salmasın. Xanımın göstərdiyi tualet istiqamətində yönəldim və birdən bir şey yadıma düşüb geri döndüm. Xanım, deyə sarı saçlı tibb xanımını səslədim. Dəhlizdə addımlayan xanım dayanıb geri döndü. Bəli, Bendi. Sizdə qəzet, jurnal ya da maraqlı nəsə olmaz? Xanım çiyinlərini çəkdi. Bilmirəm, nəyinə lazımdır? Məndə qəbizlik var. Çox uzun çəkir tualetdə qalmağım. Sıxılıram orada, nəsə baş qatan bir şeyə ehtiyacım olur. Çiyinlərimi sallayaraq çarəsiz sima aldım. Vay, Tanrı köməyiniz olsun. Gülümsündü və davam elədi. Məndə yoxdur, amma koridorun sonunda palatdakı xanımda görmüşəm. Stolun üstündə çoxlu jurnalları var. Siz onlardan birini mənim üçün götürə bilməzsiniz? Gedib soruşaram, Bendi, yəqin ki verər. Özünə məxsus cildi səslə dedim. Çox sağ olun. 40-50 dəqiqə yubanacam. İnanmazsınız, ən böyük rekordum 1 saat yarım olub. Əslində qalsa bu mənim xoşuma gəlir. Ora mənim üçün ən rahat yerdir. Heç kəs məni narahat eləmir. Deyərək gülümsündü. Yaşınızla nisbət götürsək, siz ömrünüzün 5-6 ilini ayaq yolunda keçirmişsiniz yəqin ki, deyə tibb xanımı öz zarafatına güldü. Lənət olsun, bəlkə daha çox, deyib mən də güldüm. Ürəyimdə isə soyuqluq var idi. Çox soyuqqanlı hiss edirdim özümü. Tibb xanımı bir dəqiqə gözləməyimi xahiş elədi və koridorun sonundakı palataya doğru getdi. O gedərkən özümdən asılı olmadan onun dalına baxdım. Ürəyimdə deyirdim, aman tanrım, bu boyda dal mı olar? Əyləşəndə heç döşəkçə lazım olmaz ona. Hər yer divan kimi gələr. Palataya daxil olub bir neçə saniyəyə palatadan çıxdı. Nəhəng əndamı addımlarına uyğun ritmlə oynayırdı. Budur, Bendi, bu da sənin jurnalın. Təbəssüm göstərərək əlindəki jurnalı mənə uzatdı. Jurnalı götürüb üz qabağına nəzər saldım.
Oo, Forbes. Bir gün ən çox ayaq yolunda vaxt keçirənlər siyasətində mənim də adım çıxacaq görərsiniz, deyə jurnal mənim üçün maraqlıymış kimi göstərdim özümü. Forbesin hansı tip jurnal olduğu haqqında Evernestdə öyrənmişdim. Orada hər tipdə jurnallar və qəzetlər olurdu. Birdən Forbesin Bruce Forbes tərəfindən yaradıldığı məlumatı da yadıma düşdü. Bilirsiniz, bu jurnalın banisi mənim həmvətənimdir. Mən Şotlandiyalıyam, Bruce Forbes kimi. Amma fərqimiz odur ki, o ölüb, mən isə gördüyünüz kimi sağam, deyərək güldüm. Hə, həm də o Amerikaya köçüb, mən isə Asiyaya, deyərək jurnallara qarşı yüksək maraq göstərən bir tip olduğumu ona təlqin edə bildiyim üçün yaradan özünə vurğunluq hissinin komfortunu dadırdım. İndi isə izninizlə mən qaçmalıyam, jurnala görə çox sağ olun, qaytaracam, deyib gülümsəyərək uzaqlaşdım. Ayaq yolunda çox qalan olduğumu, tip xanımının təhtəlşurunu əməllicə yeridə bildiyimə sevindim. Tualetə daxil olanda bütün qapılar açıq idi. Amma nə var demişdi, qapılardan biri bağlı olmalıdır. Nəyinsə çatışmadığını hiss elədim. Anidən içimdəki Sherlock Holmes oyandı. Tualetdə hər tərəfdə səpələnmiş siqaret kötüklərinin olmamasından bildim ki, mən səhvən qadın tualetinə gəlmişəm. Əslində qapının üstündəki qadın şəklindən də bunu bilmək olardı. Turp kimi qızarmış halda həyəcanla dərhal çıxdım oradan və yandakı kişi tualetinə girdim. İlk öncə güzgünün qarşısına keçib özümə baxdım. Halım heç də yaxşı değildi. Qızdırma şuurumu kilidləmişdi. Özümü yuxuda hiss edirdim. Hər şeyin olub bitməsini və başını qoyub saatlarla yatmaq istəyirdim. 3 dənə kabinə və 2 pisuar var idi. Kabinələrdən ikisi açıq, biri bağlı idi. Bağlı kabinənin qapısına dırmaşdım və içəridə unitazın üstündə qoyulmuş paltar gördüm. Qollarıma güc verərək dartındım və ayaqlarımla qapıya dırmaşaraq kabinəyə daxil oldum. Tələsi yeynimi dəyişdim. Enli kanvas şalvarımı, boz rəngdə klassik kətan şalvar, mətbəx əskisinə bənzər futbolkamı və sarı kapşonumu qara köynək və şalvarla bir-birini tamamlayan pencəyə geyindim. Nike'larımı isə qara, üstündə xırda deşikləri olan klassik ayaqqabılar əvəz edirdim. Bu ayaqqabılar necə adlandırılırdı tam yadımda deyil. Nəsə polis araşdırmacısına aid bir adı idi. Geyimim tamamilə Timur Didarinin geyimi ilə üst-üstə düşürdü. Eyni firma, eyni forma, eyni model. Bunların hamısı ilə Enavar özü məşğul olmuşdu. Ən əsası bu geyimdə özümü peşəkar qatil kimi hiss edirdim. Təkcə əlcək və şlyapa çatmırdı. Həyatımda ilk dəfə smoking geyinirdim. Özümü ciddi və ağır təbiətli bir tip kimi hiss edirdim. Yerişimdə, hərəkətlərimdə bunlar göz deşirdi. Artıq vaxtımın 5 dəqiqəsini tualetdəki güzgünün qarşısında itirdiyimin fərqinə vardım və tələsik dağınıq saçımı səliqə ilə arxaya yığıb rezinlə bağladım və Enavarın pencəyin cibinə qoyduğu qara eynəkləri taxdım. Üstündə Persol yazılan bu eynəklər də mənə hədsiz yaraşmışdı. Artıq özümü tanıya bilmirdim. Bu paltardan sonra öz çirkli mitillərimə qayıtmaq da var idi bir yandan. Evə qaçıram. Amma bu geyimdə qaçmaq mənə elə də xoş deyil. Prezidentlər kimi yerimək istəsəm də şərait buna imkan vermirdi. Özümə söz verdim ki, bu işləri uğurla həll edə bilsəm, smoking alıb özümü arxayın şəkildə prezidentlər kimi yeriyəcəm. Artıq evdəyəm. Timur Didari hələ də Enavarın yatağında ayı kimi fısıldaya yatırdı. Enavar isə mənim yatağımda uzanıb Billinin bankasını əlinə alaraq Billi ilə oynayırdı. Əla, gəldin? Yox, halüsinasiyayam. Smoking əla yaraşıb sənə, Ben, əla görünürsən, deyərək başını razılıqla silkələdi. Məncə, belə də olmalıydı, elə deyilmi? Deyərək qürrələndim. Əlbəttə dostum, burada sənin üçün balaca bir hədiyyəm daha var, deyib yerində qıvrılaraq Billini şkafın üstünə qoydu və balışın yanından boz rəngdə şlyap atdı mənə. Şlyapı uçan boşqab kimi havada pərvazlanaraq mənə tərəf eniş elədi. Bu nədir, En? Deyə əlimdəki boz şlyapadan gözümü ayırmadan soruşdum. Fındıqdır. Bunu başıma qoyacağam. Axmaq suallar verməyinə biraz fasilə verək bəlkə. Timurundur, maşından götürdüm onu. Onun şlyapa taxan olması lap yerinə düşdü. Şlyapanı başına elə qoyacaqsan ki, gözünü də örtəcək. Bu da maskan, deyərək Billinin bankasının yanında qoyulmuş ət rənginə maskanı işarə elədi. Bıçağı vurduqdan sonra tam olmasa da saqqalın görünəcək qədər maskanı açmağa imkan verərsən o fahişəyə. Yaxşı, biz gecikirik, tez elə çıxaq, maşın sürə bilirsən? Əlbəttə, götür Timuru getdik. Timur Didarini qucağıma götürüb maşının arxa oturacağında uzandırdım. O hələ də ayı kimi yatırdı. Enavar ona hansısa dərman iylətdirmişdi, yoxsa içkinin təsirindən bu qədər yatmazdı. Bəlkə də yatardı, bilmək olmaz.
Mən qabaq oturacaqda əyləşdim. Enovar isə sükan arxasına keçdi. Maşının işə düşməsi məni diksinməyə vadar edən uğultu ilə müşahidə olundu. Yerindən elə sürətlə tərpəndi ki, məni arxaya itələyib oturacağa yapışdırdı. Maşının sürəti və düşdüyüm vəziyyət məni çox həyəcanlandırmışdı. Enovar isə ağzındakı saqqızı ağzını geniş açaraq vəhtsizcəsinə çeynəyirdi. Gözlərində heç bir həyəcan hiss olunmurdu. Gözlərini qıyaraq yalnız yola baxırdı. Bir saniyə olsun gözünü yoldan qaçırmırdı. Maşını at kimi çapırdı. Maşını elə kobud sürürdü ki, silkələnmədən maşının içindəki bütün əşyalar yerə tökülmüşdü. Sahil bağına çatdıq. Enovar maşını geniş şaxəli ağacın altında park edib, salondakı videokameranı özü ilə götürdü. Mənə uğurlar arzulayıb tələsik Rock House-a qaçdı. Mən isə ət rəngindən maskanı taxdım və şləpanı başıma qoyaraq Aylinini gözlədim. Sükan arxasında əyləşib parkdakı ağacları saymağa başladım. Tezliklə bundan bezib maşının içərisindəki düymələri incələməyə başladım. Musiqi pleyeri gördükdə sevincdən üzümdə təbəssüm yarandı. Səsini azaldaraq həzin bir musiqi qoşdum və fikrə getdim. Heç bir zəiflik olmayacaq. İlk dəfə belə gözəl şans düşüb əlinə. Qulağımdakı səs. Başımın üzərindəki güzgünü aşağı əyib özümə tərəf çevirdim. Üzümdə heç bir ifadə yox idi. Güzgüdən özümə baxırdım. Sən məgər busan, Bendi? Sənə bu xoşdur, əminsən ki, bunu istəyirsən? Kimi fikirlər məni dişlərimi daha da bərk sıxmağa vadar edirdi. Saat artıq 9 idi, amma Aylindən bir xəbər yox idi. Birdən səslənməsi heç də xoş olmayan zəng səsi məni pessimist düşüncə çuxurundan dartıb çıxardı. Bu Aylin idi, mən cavab verə bilməzdim, çünki səsim Timurun iriyən cay səsinə heç bənzəmirdi. Telefonun səsi Timurun yerindən qımıldanmasına səbəb oldu. Dərhal səsini kəsdim. Fantanın qarşısında qulağında telefon ilə narahat halda ora-bura boylanan Aylin olduğunu təxmin elədim. Maskanı üzümdə səliqəyə saldım, şləpanı da gözümə qədər çəkdim. Bıçağı cibimə qoyub qırmızı cipi tərk elədim. Havanın qaralması da mənim tərəfimdə idi. Artıq tam qaranlıq düşmüşdü. Qız skamyada əyləşmişdi. Onun arxasına gəlib sakitcə yanında əyləşdim. Yüngülcə üzünü mənə tərəf çevirmişdi ki, geyimimi görüb Timur olduğumu zənn edərək üzünü çevirdi. Qara kapşonunu başına çəkdiyindən üzünü tam mənə tərəf çevirmədən nə mən ona görə bilərdim, nə də o məni. Qız söz demək üçün dərindən nəfəs aldı. Sən niyə belə edirsən axı Timur? Durub bunu hoqqada çıxardırsan. Danışdığın cəfəngiyatları heç özün başa düşürdün? Mən səni heç tanıya bilmirəm, Timur, dedikdən sonra heç mənə baxmadan ağır bir nəfəs aldı. Mən özümü itirmişdim, çox həyəcanlı idim, heç nə demirdim. Titrədiyimi hiss edirdim, bədənimi qorxu bürümüşdü. Fevral ayının şaxtalı və sərt küləyinin alov qığılcımları kimi üzümə vurması da bir yandan fikrimi cəmləməyə mane olurdu. Əlimlə cibimdəki bıçağı bərk-bərk sıxmışdım. Necə başlayacağımı, hansı nahiyədən vurmalı olduğumu bilmirdim. Tərəddüd içində qalmışdım. Amma özümü inandırmışdım ki, geriyə yol yoxdur. Bu mütləq olacaq. Hə, susma danış. O nə ədəbsiz sözlər idi deyirdin mənə. Cavab ver mənə. Bu dəfə qızın səsi biraz əsəbi, biraz da kövrək tonla səsləndi. Dur ayağa, məhv el onu, qulağımdakı səs. Lənətə gəlmiş bıçağı yer tonun içinə. Doğru onu, beynə durmusan. Enovarın sözləri gəldi ağlıma. Ya sən öldür, ya da öl. Çünki əvvəl-axır insanlar səni öldürəcək. Dərhal özümdən əmin şəkildə ayağa qalxdım. Mən qalxan kimi o da qalxdı ayağa. Heç nə düşünmədən cibimdəki bıçağı çıxardıb geri çəkdim və var gücümlə onun qarın boşluğuna yeritdim. Bıçaq ona dəyən kimi qışqırmaq istədi, amma səsi boğuldu. Qaranlıq olduğundan nə baş verdiyini dərhal anlaya bilmədi. Bərəlmiş gözlərini çaşqınlıq içində öz qarnına yönləndirəndə artıq aydın oldu ona. Bıçağı geri çəkib daha bir zərbə vurdum. Görünür bu dəfə o ağrı hiss eləmirdi. Nə səsi çıxırdı, nə artıq hərəkətlər edirdi. Əllərini azacıq yana açaraq donmuş halda qarnına baxırdı. Başını qaldırıb mənə baxdı. Qaranlıq olduğundan və başına kapşon keçirdiyindən üzünü yaxşı seçə bilmirdim. Amma gözlərindəki dərin hüznü görə bilirdim. İnsanın ifadəsi simasından yaşaxması, ağlamadan gözlərdən yaşaxması, o ağlamırdı. Üzündə daş ifadə ilə gözlərini ayın bir neçə ulduz ilə parladığı səmaya zilləmişdi. Amma göz yaşları fasilə vermirdi. Dizləri növbə ilə metlaq daşları ilə döşənmiş döşəməyə çırpıldı. Heç əlini maskama atmağa macal tapmadı. Çarəsiz, aciz və yaşla dolu gözlərlə aşağıdan yuxarı mənə baxdı. Axı niyə, Timur? Dizləri üstə çöküb bunu deyərkən dodaqları titrəyirdi.
Yalvarış dolu baxışları mənə elə zillənmişdi ki, bir anlıq bıçağı özümə soxmaq istədim. Ona yazdığım gəlməyə başlamışdı. Gözlərindən süzülüb gələn göz yaşları bəziləri titrəyən dodaqlarını dəyərək yox olurdu. Bəziləri isə çənəsindən biraz sallandıqdan sonra yerə düşürdü. Yəqin onlar turş dadırdı. Göz yaşlarının dadını bilirdim. Sodalı ya da duzlu su dadına bənzərdi. Amma heç ölmədiyimdən və sevgilim tərəfindən heç nə üstünə bıçaqlanmadığımdan onun keçirdiyi hissləri tam anlaya bilməzdim. Heç nə demədən gəldiyim otluqdan keçərək maşına tərəf getdim. Qırmızı cipin arxasına keçib onu seyr eləməyə başladım. Yerə sərilib əlləri ilə qarnındakı yarasını sıxan qız nalə içində cibindən telefonu çıxararaq qısa qurdalanmadan sonra telefonu qulağına tutub gözləməyə başladı. Ata, mən ölürəm. Mənə kömək elə ata, qoyma mən ölüm. Görünür atası ilə danışırdı ki, ilk kəlməsinin hönkürtü ilə ağlayan qız. Sahil bağındayım ata. Timurla dalaşmışdıq. Məni 2 dəfə yaraladı. Ata tez gəl mənim, gözlərim qaralır artıq. Həddən çox qan itirmişəm. Getdikcə qızın səsi zəifləyirdi. Onun qanı sürətlə axırdı. Ata, yalvarıram tez çat. Bu dəfə səsi lap yumşaq və zəif çıxdı. Ata, mən... Sözünü axıra çatdıra bilmədi və telefon əlindən sürüşərək düşdü. Özü isə huşsuz vəziyyətdə yerə sərələndi. Maşının arxa qapısını açıb paketdən Timur Didarinin əl izi olan bıçağı barmaqlarımın ucu ilə götürdüm. Əlimdə rezin əlcək olduğundan mənim əl izim düşməyəcəkdi. Amma yenə də hər ehtimala qarşı barmaqlarımın ucu ilə götürdüm. Qıza yaxınlaşıb bıçağı yarasına batırdım. Hər tərəfi qan elədim və gətirib maşına atdım. Başdan ayağa mənimlə eyni geyinən Timuru qucağıma götürüb sükanın arxasında yerləşdirdim. Fil kimi ağır idi. Sükan arxasında əyləşdirəndə başı sükana çırpıldı və gözlənmədən maşından çıxan siqnal səsi məni hürkütdü. Onsuz da qorxmağa balaca bir səbəb axtarırdım. Gözlənilmədən gələn siqnal səsi ayaqlarımın tüklərini belə oyatdı. Dərhal başını siqnal düyməsindən qırağa aşırdıb yuxusu ilə baş-başa qoydum onu. Evdə əlində tutduğu, üstündə 1957 yazılan çaxır butulkasını sürət qutusunun yanından butulka qoymaq üçün nəzərdə tutulmuş, yumru boşluqda yerləşdirdim. Butulkanın üstündə yalnız Timurun əl izi var idi. Ona görə Enavar demişdi, onu ora qoyaq ki, Timurun içkili vəziyyətdə axmaqladığını bilsinlər. Ayı kimi yatan Timur Didarinin heç oyanmaq fikri yox idi deyəsən. Bilsəydi ki, yatarkən başına nə oyunlar açılır, bir də ömrü boyu yatmazdı. Qapını bağlamadan bir əlimi qapdan, digər əlimi maşının üstünə sallayıb Timur Didari ilə biraz dərdləşmək istədim. Hə, Timur Didari, mən əla dostam, hə? Enavar nə xahiş elədi, hamısını elədim. Yəqin sənin heç belə dostun olmaz. Düz fikirləşirəm. Yox. Onlar hamısı sənin pul kisənin iynə toplaşan çaqqallardır. Atdığın bir tikə üçün yaltaqlanırlar sənə. Amma bu dəfə sənin o ətirli, yağlı pul kisən sənin köməyinə gəlməyəcək. Ya ailənin atası ya da polis əmilər səni məhv edəcəklər. Sənə uğurlu uğursuzluqlar Didari. Mən qaçmalıyam tualetə. Deyib, qapını çırpdım və var sürətimlə qaçmağa başladım. Əlimdəki rezin əlcəkləri və xəstəxanadan götürdüyüm ayaqqabının üstündən geyinmək üçün olan sellofon ayaqqabıları qartopu kimi büküb, zibil qabının içində tapdığım istifadə olunmuş uşaq bezinin içinə dürtdüm. Yəqin 400 manat maaşa görə heç bir sirenalı maşın sürən adam istifadə olunmuş uşaq bezini eşələməzdi. Xanım, başım bərk ağrıyır, mənə ağrı kəsici verə bilməzsiniz, deyə saçını rəngləmiş tip xanımına artıq tualetdən çıxdığımı bildirən siqnal verdim. Artıq öz geyimimdə idim. Hə, şükür Bendi, artıq çıxmısan, narahat olmağa başlamışdım, deyə gülümsədi tip xanımı. Sən get yatağında uzan, bu dəqiqə sənə ağrı kəsici gətirərəm. Mən ləngiyəcəm deyəndə gecəni ayaq yolunda keçirməyi nəzərdə tutmurdum, deyib onun zarafatına zarafat qataraq güldüm. Bilirsiniz, bu baş ağrısı elə belə keçən deyil. Mümkünsə, siz 2 dənə ağrı kəsici gətirə bilərsiniz. Ya da yaxşı olar ki, mənə yuxu dərmanı verin, doyunca yatmaq istəyirəm. Bütün ağrılardan ancaq belə qurtularam, dedim. Səni anlayıram, Bendi. Sən ged uzan, mən indi gətirərəm. Çox sağ olun, sizə də zəhmət verdim. Nə zəhmət, bizim vəzifəmizdir, deyə təvəzzökarlıq göstərdi. Yumşaq yatağa uzandığımda bütün günümün yorğunluğu yayıldı sanki hər tərəfə. Həyatımın ikinci dönüş nöqtəsi olan günümü də beləcə başa vurdum. İkinci dəfə başqa adam olmağa cəhd elədiyim gün idi bugün. Beynimdə çözüləcək məsələlər rəfində o qədər zirzibil yığışıb qalmışdı ki, onlardan qaçmaq istəyirdim. Sadəcə uzun-uzun yatmaq istəyirdim. Fikirləşməmək, sadəcə sönmək istəyirdim.
qaçıb gizlənmək istəyirdim. Elədiklərimdən, öz-özümü çəkəcəyim haqq hesabdan qaçıb gizlənmək istəyirdim. Məni öldürdü qarşımda dizləri üstə çöküb, ölümün gözlərinə çarəsizlik içində baxan biçarə qızın aciz gözləri, onun yalvarış dolu ağlamaq səsi, telefonda atasına elədiyi yalvarışlar. Gözlərimi yumduğumda beynimdə canlanan bu kadrlar məni dəli edirdi az qala. Vaxtı yetişəndə dozasını ala bilməyən narkomanlar kimi yatağımda sağa-sola vurnuxurdum. Timur Didarinin başına gələcəklər də məni bir tərəfdən narahat edirdi. Necə böyük qələt elədiyimin fərqinə varmağımdan qorxurdum. Bəlkə də artıq varmışdım. Bu haqda düşünmək isə məni dibi olmayan çuxura yuvarladırdı. Nə qədər yuvarlansam da axırda bir nöqtədə dayana bilmirdim. Elədiklərimin qarşısında aciz qalmışdım. Mütləq yatmalıydım. Ümid edirdim oyananda hər şey yadımdan çıxacaq artıq. Çıxmasa çıxana qədər yatmalıyam. Enavar mənim əlimə daşıya biləcəyim yük vermişdi. İndiki halımda Enavara ehtiyacım var idi. Onun sözləri həmişə ürəyimə soyuqluq gətirir. Məndə bir özgüvən, inam yaradırdı. Elədiyim hər şeyin doğru olduğuna məni inandırırdı. Kaş Enavar gəlsəydi deyirdim ürəyimdə. Hə, Bendi. Bu da bizim dərmanımız deyə əlində fincanla palataya daxil oldu Tib xanımı. Ağ rəngdə ortasında xətt olan həbi və içində ilıq su olan fincanı mənə verib, daş kimi yatacağımı söylədi. Çox sağ olun. Ümid edirəm içinə zəhər qatmamısınız deyə fincanı əlimə alaraq dişlərimi ağartdım. Dərmanın üzərində ad yazılmayıb deyərək özünü arxayın şəkildə gözlərini qırpıb açdı. Nə qədər dar düşüncəli olduğumu anladım. Həyat təcrübəm yalnız filmlər və romanlardan ibarət olduğu üçün mən həmişə elə bilirdim, kiməsə zəhər vermək istəyəndə onu qurbanın suyuna qatmaq lazımdır ancaq. Amma bir həkimdən dərman istəyirəmsə, o dərmanın özü elə zəhər ola biləcəyini düşünməmişdim. Dərmanın təsirindən növbəti gün günortaya qədər meyit kimi yatdım. Oyananda hər şeyi bulanıq görürdüm. Yatmaqdan gözlərim şişmişdi. Boynumda və başımda kəskin ağrılar hiss edirdim. Sanki ölüb dirilmişdim. Dünənki günü isə mənə kabus kimi gəlirdi. Həm də qızdırmanın təsirində olduğumdan sanki qorxulu yuxu görmüşdüm kimi gəlirdi mənə. Ürəyimdə narahatlıq toxumları cücərirdi. Aylin. O qızın taleyi nə oldu? Bəs Timur Didari? Onun axırı necə oldu? Polislər kimdən şübhələndilər? Beynindəki suallar bitib tükənməyi bilmirdim. Xanım, xanım deyərək koridordan keçən mənə dərman verən Tib xanımını arxadan səslədim. Arxaya çevrilən Tib xanımı, Bendi, sağsan, mənim zəhərim effektsiz çıxdı. Tam demək olmaz, cəhənnəmdə sıxıldım deyərək güldüm və əlavə elədim. Mənim yanıma gələn olmayıb ki. 100-cü dəfə üçün heç də yaxşı nəticə deyil, qayıtmaq şansın olmamalıydı, deyə gicgahını qaşdı və əlavə elədi. Yox, heç kəs gəlməyib. Mən artıq özümü əla hiss edirəm, hər şeyə görə çox sağ olun. Tib xanımı ilə sağollaşdım və xəstəxananı tərk elədim. Oyan cənab yatağan, deyə həmişəki kimi ağzı üstə yatan Enavarı silkələdim. Alo, kimdənəm? Nədir, nə olub? Deyə Enavar narazı halda üst başını qırışdıraraq mırıldandı və məni görəcək. Ha, Ben, xoş gördük. Ayağa qalxıb məni qucaqlayıb 3 dəfə kürəyimdən vurdu və geri qayıdıb yatağında əyləşdi. Necə hiss edirsən özünü? Deyə yuxulu halda soruşdu Enavar. Təzə nə xəbər var? Bizi polis axtarır, Ben, deyə baxışlarını qaçırdı. Nə? Mən demişdim, lənətə gələsən, En, nəzi bilə saldın məni. Özümə aid olmayan səslə bağırırdım. Hər şey ikinci dəfə təkrar eləməyə ehtiyacı yoxdur, kar deyiləm. Nə eləyək, belə oldu da, iz buraxmısan. Mən peşəkar qatil deyiləm, işsiz sui-qəsd təşkil edim. İndiyə qədər heç nə öldürməmişəm. Enavar heç nə demədən şkafın üstünə qoyulmuş oyuncaq pannimə baxdı. Yaxşı, onda uşaq idim, özümü tanıyandan bəri deyirəm. Bəsdir, Ben, nə olub sənə? 15 il həbsdə yatıb çıxacağıq da. Onsuz da bu həyatı orada yaşadıq, burada yaşadıq, nə fərqi var? Hər şey problem edirsən. Cəhənnəm ol, indi nə edəcəyik? Heç nə. Burada gördüyün şampanı partladırıq, bugün işə getmirik. Polis gəlib bizi qandallayana qədər əylənəcək. Burada bəzi şeylər almışam. Hə, əlbəttə, azadlığın son gününün dadını çıxarmaq istəyirsən, deyə çarəsiz şəkildə özümü yatağıma atdım. Mən niyə həbs olunuram ki? Sən öldürmüsən. Həm də qəzetlər yalnız sənin adını veriblər. Polislər məhz səni axtarır, deyə veçsiz gülməyə başladı.
Qəzetdəki şəkildə pis düşməmsən ha, amma. Mənim heç vaxt qəzetdə şəklim çıxmayıb. Sənə paxıllıq edirəm. Yerimdən dik atıldım. Necə yəni mən? Burada əsas rol sənin olub, lənətə gələsən. Sən nə demisən onu eləmişəm. Məni aldatdın əclaf, məni oyun oynadın. Əsəbimdən boğulurdum. Əllərim əsirdi. Polislər məni tutsalar, barmaqlarımı qapı arasında sıxacaqdılar. Bütün həyatım boyu qaranlıq otaqda qalmağa məhkum olunacaqdım. Ailinin və yaxud Timur Didarinin qohumları məndən qisas almaq istəsə necə? Sakit ol beyin, nə olub sənə? Deyə güclə təbəssümünü boğmağa çalışaraq ayağa qalxdı. Zarafat eləyirəm, heç birimizi həbs eləməyəcəklər. Timur Didarini dindirmədə necə dindiriblərsə, hər şey boynuna alıb. Ailin isə torpaqla reaksiyaya gedir hal-hazırda. İçində şampan butulkası və başqa yemək paketləri olan sellofan paketə yaxınlaşdı. Necə inanım sənə? Televizorda xəbərlərə baxdım, bütün xəbərlər ondan danışırdı. Hələ buna bax, axmaq Didari məşhur imiş, deyib qəzeti mənə tərəf atdı. Xəbər başlıqlarını gördükdə əməllicə kefim açıldı. Məşhur videobloger Timur Didari həbs olundu. Məşhur videobloger içkili halda adam bıçaqladı. Videobloger Timur Didarinin görünməyən üzü. İndi özü necə hiss edirsən, deyə Enavar paketdəki yeməkləri şkafın üstünə yığaraq soruşdu. Əla, deyib gözümü yumaraq özümü rahat yatağıma buraxdım və əlavə elədim. Yəqin onun barmağını qapı arasında sıxıblar. Axır ki, ürəyimdə rahatlıq quşu qonmuşdu neçə gün sonra. Bu xəbər başlıqları ürəyimə yax kimi yayılmışdı. Bu işi peşəkarcasına bacardığıma görə çox şad idim. Artıq məni incidən hər kəsi də bu aqibət gözləyirdi. Məhz belə olmasa da buna oxşar nəsə. İnarı unutmağın da ən gözəl yolu bu idi. Məngin arasında qalıb sıxmalıydım. Fikrim konkret nəyinsə üstündə cəmləşməli idi ki, onu ürəyimdən çıxardım. Bu cür həyəcanlı anlarımızda az da olsa onu ürəyimdən uzaqlaşdırmağa nail olmuşdum. Onlar səni incitmişdi, qulağımdakı səs. Yox, bu sadəcə öyrənmək üçün idi. Nə? Enavar soruşdu. Heç, sənlə deyiləm. Burada sənin gözə görünməyən dostların var, yoxsa mən koram? Boş verin. Enavar şampan butulkasının altındakı kağızı cırdı və üstündəki simi vurmağa başladı. Qapağı çıxana yaxın butulkanı çalxalayıb butulkanı yuxarı qaldırdı və şampan partlayıb içindən köpük fışqırmağa başladı. Şampanın partlaması anı hayküyümüzlə müşahidə olundu. Enavar şərabı səliqəsiz şəkildə stəkanlara süzdü. Daha çox şərab qırağa dağıldı. Enavar öz qədəhəni sağlıq demək istəyirmiş kimi yuxarı qaldırdı. Hə Ben, sən və mən birlikdə məğlub edilməz rəqibik. Çünki qarışqalara qarşı vuruşuruq. İnsanlar qarışqalar kimi proqramlaşdırılıblar. Onların qarışqalardan fərqi yoxdur, amma Tanrı bizi proqramlaşdırmayıb. Biz azadıq, proqramsızıq. Missiyamız yoxdur. Ümid edirəm bu maraqlı oyun mənim kimi sənin də keyfini açdı. Həyəcan, adrenalin, qorxu və strategiyalar. Bunlarla yəqin yaxşıca fikrini dağıda bildin. Artıq sənə inar-minar lazım deyil. Düz fikirləşirəm. Hə, əlbəttə, xeyli fərq hiss edirəm özümdə, deyərək mən də öz qədəhimi qaldırdım. Elə isə bizim sağlığımıza. Qədəhləri toqquşdurduq və başımıza çəkdik. Bəlkə də ilk dəfə idi spirtli içki içirdim. Şərabın acı dadının təsirindən üz-gözümü turşutdum. Sanki bütün tüklərim biz-biz oldu. Bir anlıq bütün bədənimdən cərəyan keçdiyini hiss elədim. Şərab boğazımdan keçəndən sonra isə içimdə qeyri-adi bir istilik hiss elədim. İlk dəfə idi ki, Enavarın kişi musiqisi adlandırdığı punk rockdan zövq alırdım. Enavarın gitarə ilə birlikdə aldığı səs gücləndiricilərdə qoşduğumuz musiqinin səsini maksimum dərəcədə artırmışdıq. Səhərə qədər gah musiqi ifa elədik, gah rəqs elədik. Səhərə qədər bütün iyrənc içkiləri içib bitirdik. Düzü mən yalnız 2 stəkan içdim və bundan sonra gözlərim axırdı. Özümü idarə edə bilmirdim. Qalan 3 şüşəni isə Enavar tək başına bitirdi. Bu qədər içməsinə baxmayaraq özünü zərrə qədər də olsun ağır hiss eləmirdi. Səhərə yaxın özümü saxlaya bilmədim və musiqidən söhbət edərkən yuxuya getdim. Başıma dirənən bıçağın iti tiyəsini hiss elədim. Oyan koala, işə getməliyik, pulumuz bitmək üzrədir. Yəqin şefin səni atmaz, neçə gündə getmirsən işə. Enavar başımın üstünə durub bıçağı beynimə dirəmişdi. Başa düşdü işə getməliyəm, bəs bu bıçaq nədir dirəyirsən beynimə, deyə əlimlə uzaqlaşdırdım onu. Nədir qorxdun? Mən bunu sevirəm, deyib bıçağı qaldırıb onu gözdən keçirməyə başladı. Sən də sevməlisən. Yadından çıxıb səni də xilas eləmişdi.
Enava Rock House-a daxil oldu. Mən isə yolumu davam elədim. Yol boyu həyatımın necə dəyişdiyini fikirləşirdim. Özümə, həyatıma xəyanət eləmişdim. Səhər şəfəqinin gözəlliyini duymurdum daha. Bəlkə də günəş məndən küsmüşdü artıq. Günəş hər səhər əvvəlki tək dənizin arxasında ehmalca çıxıb parlayırdı. Amma mənim beynimdəki qara fikirlər bunu görməyimə mane olurdu. Axı mən kiməm? Mən nə istəyirəm? İstəmək necə olur? Mən niyə heç nəyi dərk eləmirəm? Yaxşı insanam yoxsa pis? Güclüyəm yoxsa zəif? Özümü tanıya bilməməyim idi bəlkə mənim ən zəif cəhətim. Gah birinə yazığım gəlirdi, gah da onu vəhşicəsinə öldürmək istəyirdim. Gözümün qabağına gəlib heç vaxt mənə rahatlıq verməyən gözlər siyasına daha bir əlavə olmuşdu. Bu dünən sahil bağında öldürdüyüm Aylinin gözləri idi. Qaranlıqda onun üzünü tam görə bilməsəm də, yaşla dolu kövrək baxışlarını sezə bilmişdim. Keçmişimdən mənə vicdan əzabı verən fraqmentlər canlanırdı gözümün qarşısında. Əlində sendviç tutaraq küskün halda mənə baxan anam, öz ölümünün gözünə son nəfsini qədər baxan pannem, sən alçaq və küzlü əclafsan Bendi Vuyen deyən inarın nifrət saçan gözləri. Ölərkən Rozanın qəlbində əbədiyyətə qovuşacağını bildiyinə görə ürəyinin bir köşəsində ölümdən həzz alan, digər köşəsində isə yaşamağa yenicə başlamışkən, öldüyünə görə qəm hopmuş bütün incəlikləri ilə ürəyindəki hisslərini canlandıran Cekin gözləri. Onlar mənim rahatlığımı alıb çox uzaqlara aparmışdılar. Reallıqdan qaçmaqla, baş qatacaq oyunlarla rahatlıq tapmağa çalışırdım. Amma bu cür oyunlar inarın mənə verdiyi ruhi rahatlığı ilə müqayisə etdikdə, Tanrının yaratdığı orijinal insan və insanın yaratdığı robot insan arasındakı fərq kimi fərq yaranır. Çox təbii idi, bəlkə də az müddət həyatımda olması onu mənim üçün bu qədər ilahiləşdirmişdi. Bəsdir, uşaq olma, bəsdir, o lənətə gəlmiş fahişəni düşündün, qulağımdakı səs. Hə, düzdür, mən onu düşünməməliyəm. O mənə xəyanət elədi. Göy porşili əclafla mənə xəyanət elədi və utanmazcasına mən günahkaranmış kimi məni təhqir elədi. Mən daha onu sevməməliyəm. O yaxşı insan deyil. Enavarın dediyi kimi, mən onu sevmirəm, mən sadəcə sevirəm. Bu, ürəyimdə olan sevgi potensialdır. Onu canlandıracaq adam tapmadığım üçün o ifritənin simasında canlandırmışam. Həyatımda başqa biri olsa, onu da eyni sevgi ilə sevəcəkdim. Sevgimi inardan götürüb başqasına verə bilərəm. Burada əsas olan inar deyil. O sadəcə bir marionetkadır. Əsas olan mənim ürəyimdə partlamış sevgi vulkanıdır, hansı ki, lavalarını inar vahidin üzərinə yönəltmişəm. Beləliklə, hazırda yaşayan inar vahid mənim sevdiyim inar deyil. Mənim sevdiyim inar, mənim təxəyyülümdə sevgi ilə yaratdığım bir xarakterdir. Hazırda başqa insanlar kimi yer üzündə gəzərək lənət saçan inar vahid isə Tanrının digər insanları yaradarkən keçirdiyi eyni hissi ilə yaranmış ən primitiv, egoist insan fərdidir. Əminsən? Qulağımdakı səs. Hey, kim aldadırıq belə? Qulağımdakı səs. Pişiyin ələtə çatmayanda, xa, qulağımdakı səs. Yox, lənət şeytana, yox. Doğrudan da mən kimi aldadıram axı? Daş ürəkli, ya da ürəksiz enavar fəlsəfəsi ilə özümü aldadıram. Axı mən inar vahidi sevirəm. Burada heç bir artıq şərh ola bilməz. Yox bir tanrı belə gəldi, insan belə getdi, nə bilim nə. Real olan bir şey var. Mən inar vahidi sevirəm. Bankabaş enavar nə bilir axı? Cəmaatı öldürməkdən başqa əlindən bir zibil gəlmir. İnarı enavar sevmir. Onu mən sevirəm. Odur ki, kələmi yemədən onun dadını bilmək olmaz. Yox, deyəsən o məsəl başqa cür idi. Soğan yeməmisən, için niyə qaşınır? Lənət olsun, bu da tam uyğun deyil. Hə, tapdım. Yeməmisən qaz ətini, bilmirsən ləzzətini. Allah Allah, bu aforizmlərə nə olub belə? Toxun acdan xəbər olmaz. Hə, enavar məni anlaya bilməz. Mən onun paradigmasını qəbul etmək məcburiyyətində deyiləm. Onun olduğu vəziyyət başqadır, mənimki başqa. İnar mənim bir parçamdır və mənə nə qədər nifrət eləsə də, qəlbimin dərinliyində həmişə sevəcəm onu. Mən bundan nə qədər qaçmağa çalışsam da bu belədir. O mənim üçün yaranıb. Yoxsa boş yerə onu görmədən rəsmini divarımda çizməzdim. 3 saniyəyə aşiq olmazdım. 2-ci dəfə kəşf eləməzdim onu. Əminəm ki, ölüb dünyaya bir daha gəlsəm, bir də onu axtarıb tapıb sevəcəm.